Sabit sürətlə hərəkət edən avtomobil iki şəhər arasındakı məsafəni 15 saata qət edir. Avtomobil sürətini 20 km/saat artırdıqda həmin yolu 12 saata qət edir. İki şəhər arasındakı məsafəni tapın. Məsafə yol, yəni düsturuna əsasən yaza bilər. S bərabərdir V vur T. Və birinci halda əgər V sürətlə hərəkət edir, 15 saata gedirsə, deməli 15 vur V bərabərdir. İkinci halda isə sürətini 20 km artırdığı üçün V plus 20 vurulsun və 12 saata gedir. Sürət sabit olduğu üçün məsafə də dəyişmədiyi üçün burada tərs mütənasiblik var. Tərs mütənasib kəmiyyətlərində hasil sabitdir. 15 və 12-nin hər ikisini 3 hesab eləsək, burada qalar 5V bərabərdir. 3 hesab 4 qalır. 4 vurulsun V, üstə gəlsin 4 vurulsun 20. 5V'dən 4V'ni çıxsaq, bir dənə V qalar, o da bərabərdir. 4 vuru 20, 80 edir. Deməli, sürət 80 imiş və iki şəhər arasındakı məsafəni 80 ilə getdikdə 15 saata getdiyi üçün 15 vurulsun 80 bərabərdir. 0, 0, 8 vurdu, 400, 1200. Deməli, 1200 kilometr məsafə varmış.